Gəncədə dünyaya göz açan, şəhər xalq məhkəməsində əmək fəaliyyətinə başlayan, 36 ilə yaxın prokurorluq orqanlarında çalışan, amma yazdığı o gözəl mahnılarla bugün də ürəklərdə yaşayan Ələkbər Tağıyev haqqında biz bugün söhbət edəcəyik. Görüş yerindəsiniz, xoş gəlmisiniz. Bəzən sanki həyatlıdır, bəzən toylu bu saxlıdır. Göy-göyərkin qalanlıdır, bizim Bakı gecələri, bizim Bakı gecələri, bizim Bakı gecələri, gecələri. Ay mənim arzu qızım, ay mənim arzu qızım, arzu qızım. Ömrümün gözü qızım, sevinci nazı qızım, arzu qızım. Ben istedim, dile bilmedim, dile bilmedim, nedir, bilmedim. Yanıma gələdir, hər məni görəndə, elman çiçəklərdən dəstərə verəndə. Onu əlimdən alıb qaçardım, quş tək uçardım, qonşurdur. Bu əhvalatlar soruşma nədir, xoş xatirədir, qonşudur. Beni heyran etti kızı dağları, dağları. Beni heyran etti kızı dağları, dağlar. Beni heyran etti kızı dağlar, balam, dağlar, yay balam. Beni heyran etti kızı dağları, dağları. Ben neyləyərəm, ah mən neyləyərəm, məni sən unutsan. Neyləyərəm, neyləyərəm, məni sən unutsan. İnanılmaz könlüm yara, eşkin beni salıp oda. Gece yatsam yuxumda da, yar istəyirəm görəm səni, istəyirəm görəm səni, görəm səni. Ay yar istəyirəm görəm səni, istəyirəm görəm səni, görəm səni. Xoş gəlmisiniz əziz tamaşaçılar. Biz bugün görkəmli bəstəkarımız Ələkbər Tağıyevin yaradıcılığına bir nəzər salacağıq və onun gözəl mahnılarını dinləyəcəyik. Və istərdim ki, əvvəl bugünkü qonaqlarımızı sizə çox böyük bir məmnuniyyətlə təqdim edeyim. Bir qonağımız yoxdur, görürsünüz. O da bir sürpriz olsun sizə. Bir qədər sonra o bizim studiyamıza təşrif buyuracaq. Amma studiyada o əyləşən qonaqları sizə çox böyük məmnuniyyətlə təqdim etmək istərdim. Azərbaycan televiziyasının baş operatoru, əməkdar incəsənət xadimi Fazil Hadiyev. Respublikanın xalq artisti Şəfiqə xanım Eyvazova. Respublikanın xalq artisti Ağasəlim Abdullayev. Sevimli müğənnimiz Respublikanın xalq artisti Niyaməddin Musayev. Şəfiqə xanım, bəlkə elə sizdən başlayaq. Siz Ələkbər Tağıyevlə bir yaradıcılığınız olub. Amma mənə maraqlıdır ki, siz Ələkbər Tağıyevin ilk olaraq hansı mahnısını eşitmişsiniz? Qonşu qız. Aha. Onun ilk yazdığı həm də mahnıdır da. Bəli. Hətta Zeynəb xanım biz bir məhəllə uşağıyıq da. Hətta bizim məhəllədə yaşayanda, Dağlı məhəlləsində o qonşu qız hətta bizim evdə də səsləndi. Aha. Çünki Zeynəb xanım biz onlar bizə gediş-gəlişimiz vardı. Ələkbər müəllim, mənim şəxsən tanışlığım 65-70-ci illərə təsadüf eləyir, bəli. O vaxtlar mahnılar Ələkbər müəllim bizə təqdim eləyirdi və bəzən də biz tək-tək alət olaraq gedirdik Ələkbər müəllimgilə. Orada gedirdik, məşq eləyirdik. Yəni mən kamança, Əhsən müəllim, Allah rəhmət eləsin, o pianist.
xanlar gəlirdi. Vəcihə vardı kanon çalan. O biz 5 nəfər, 6 nəfər yığışırdıq evinə. Bizi çox gözəl qarşılayırdı və biz ilk dəfə mahnını orada öyrənirdik. Şəfiqə xanım, necə Gözəl. dinləyir? Bax, çox maraqlıdır ki, hardasa, misal üçün, özü bir zümzümə eləyirdi sizə mahnıları ki, bu belə ifa edir, belə, yoxsa yox? Yox, zümzümə eləyirdi. O oxuyurdu. Heç xanəndədən qabaq, müğənnidən qabaq özü zümzümə eləyirdi. Boğazlara qədər hamısını Özü eləyirdi. eləyirdi, bəli. Müğənniyə də onu özü Bəli, nümunə bəli. kimi, yoxsa Ötürürdü. ifaçılara yalnız? Bəli, yox, elə müğənniyə də, ifaçılara da. İfaçılara da. Çalışır ki, dəqiqliyi ilə Dəqiqliyi mahnı ilə. alınsın. Çünki ürəyi dolu idi, yəni. Bilirsiniz, həm də Ələkbər müəllimdə belə bir xüsusiyyət vardı. Hər bir müğənniyə, xanəndəyə mahnısına baxırdı. Elə adresinə, elə ünvanına ötürürdü ki, müğənniyə. O bilirdi ki, bu müğənni bu mahnını möhrünü vuracaq. Şəfiqə xanım, bax, yeri gəlmişkən, o mahnını sırf o həmin müğənninin səsinə uyğun yazırdı, yoxsa yazandan sonra artıq seçirdi ki, hansı? Yox, müğənnini fikirləşirdi, yazırdı. Ondan sonra yazır. Ondan sonra yazırdı. Elmira xanım Rəhimova oxuyub onun Sənin Gülüşlərin mahnısını. İlk dəfə Elmira xanım oxuyub onu. Qarşımdan azladı, yenə gülürsən. Gözəl mahnıdır. Onu ilk dəfə Elmira xanıma verib və doğrudan da Elmira xanım onun möhrünü vurub. Senin gülüşlerin ya seherinden İstime fikrime sanki renk alır Gül kişilerin gülüşlerinden Kırılmak bilmeyen bir ahenk alır Gül kişilerin gülüşlerinden Kırılmak bilmeyen bir ahenk alır Cahan ki solmayan bir bahçe bakır Kuru derave midir gülmeden ölmez Yazık o şahse ki kara kabaktır Ne kadar yaraşır insana gülmek Şəfiqə xanım, sizdən söhbətimizi davam edəcək. Ağa Səlim müəllim başlamışdı deyə istəyirəm indi onu keçim ki, dediniz ki, yəni o özü məşqlərdə həm də zümzümə eləyirdi, həm də izah eləyirdi, başa Çünki salırdı. başqa bəstəkarlar var ki, ali təhsil alıblar, yəni onların təhsilləri var da, musiqi təhsilləri var, bəstəkarlıq təhsilləri var. Onlar pianino da bir alətdə yaxşı çalırdılar. Ancaq Ələkbər müəllimin çalmağı yox idi, yəni heç vaxt o pianoda çalmazdı. Mənim indiki kimi yadımdadır o, bir qızı vardı, qızını götürərdi, gələrdi. Hə, gələrdi, o bizim üçün çalardı. Tanışlığınız nədən başladı? Gəlin elə lab əvvələ gedək. Hardasa 70-ci illərin axır illəri idi də, 77, 78, bu illər. Demək olar ki, bizi ilə məşq eləyən vaxtdan sonra, yəni başqa adamlarla da məşq eləmirdi, ancaq elə bizi ilə məşq eləyirdi. Onun axırıncı işlədiyi adamlar da Məmməd Bağır idi, Bağırzadə, Nisə xanım idi, Qasımova. Vəssalam, bu iki nəfərlə biz götürüb gəlmişdik bizim ansambula. Onda ansamblın rəhbəri mərhum sənətkarımız Baba Salahov idi. Yəni ansamblı Baba Salahov aparırdı. Ona da icazə vermişdi ki, Ələkbərlə ki, araları çox yaxşı idi. Yəni, demək olar ki, yoldaşlıqları var idi. Yəni, icazə vermişdi ki, gəl ansamblda nə cür istəyirsən, elənkində də mahnıları öyrət. İndi mən də həmən ansamblda o vaxtda konsermestr idim. Yəni, Çarçalan axı ansamblın aparıcısı olur da. Ələkbər müəllim də həmişə məni çağırardı ki, sən ola gəl öyrənginə mahnını. Oxuyardı ağzı ilə. Laf xırdalıqlarına qədər də öyrən bu mahnını. Mən də çalışardım ki, xırdalığına qədər öyrənim, razı qalsın. Razı qalanda görür, deyirdi, hə, yaxşıdır. Elə belənkinə də öyrət. Yəni, qoy hamısı belə çalsın. Ağa Səlim müəllim, bax, yeri gəlmiş siz Nisə xanımı dediniz, amma Nisə xanıma qədər Şəfiqə xanım da qeyd elədi ki, Zeynəb xanım üçün, bəli, mahnılar yazır. Əhməd Bakıxanovla başlayıb İstəyirəm elə o dönəm haqqında biraz da danışasınız. O 60-cı illərdə əlbəttə Əhməd Bakıxanovun ansamblini oxuyub Zeynəb xanım çox mahnılarını o ilə oxuyub. Efirlərdə də səslənib. Sonradan bizim ansamblə müraciət elədi.
həm Zeynəb xanım, həm Ələkbər müəllim, biz Zeynəb xanımla dəfələrlə Mavi İşıqda Ələkbər müəllimin mahnılarını canlı halda heç bir fonoqrama, heç bir şey yox. Ümumiyyətlə bizə profesional bəstəkarlar gəlirdi. Səlim Hacı demişkən, onlar çalırdılar, göstərirdilər bizə mahnıların mətnini, nə bilim, kantasını. Ancaq Ələkbər müəllim onu elə gözəl şəkildə oxuyurdu. Ürəyi var, ürəklə, çox gözəl, nə bilim, bu çağlayan bulaq idi də. Şəfiqə xanım, 10 ilə yaxın Zeynəb xanımla işbirlikləri oldu onların. Fürsət düşmüşkən deyirdim, gəlin elə o vaxtlar Zeynəb xanımın ifa elədiklərinə bir nəzər salaq, bir dinləyək, əgər imkan varsa. Ondan sonra yenə söhbətimizi davam edək. Ana vətən, can vətən, mən sənə qurban vətən. Sən odlar yurdusan, qəlbimin odusan, işıqlı bu devran səndədir. Sən odlar yurdusan, qəlbimin odusan, işıqlı bu devran səndədir. Bir elinde meyd olacağım, geldi gitti koca hayyam. Bir elinde meyd olacağım, geldi gitti koca hayyam. Ben de sana bir konağım, benim dünyam, benim dünyam. Ben de sana bir konağım, benim dünyam, benim dünyam. Mən bir məqamı qeyd eləmək istəyirəm. İfa olunduqca Şəfiqə xanım dedi ki, bu bizim ansambldır. Musiqi duyumu o qədər mükəmməldir ki, ifadan artıq bildiniz ki, bu Əhsən Dadaşovun Əvvəli ansambldır. bilmədim, sonra gördüm ki, bizim ansambldır. Əhsən Bilirsiniz Dadaşovun nədən ansamblı. bildim? Bəli. Oradakı qarmon yox Qarmon idi. yoxdur. Ondan Qarmon yox idi. Peşəkarlar bilir. Zərb aləti Zərb var idi. alətimiz Əhsən vardı. müəllim onları xoşlayırdı. Yəni ki, Doğru. zərb olsun, qarmon olmasın. Əhsən müəllim xoşlamırdı qarmon. Ağasəlim müəllim, mahnı ifa olunduqca düzdür, hamı çox zövqlə dinləyirdi. Çox Amma gözəl. sizin ifadənizi Çox gözəl. istəyirəm ki, bir cəmaat da eşitsin, tamaşaçılar desin ki, indi belə mahnılar yoxdur. Yoxdur, xeyr. Bunlara bənzər mahnılar, belə mahnılar olmayacaq. Özdə bir şey deyim, Ələkbər müəllimdə təəccüblüdür. Heç bir mahnısı bir-birinə bənzəmir. Fərqlidir. Fərqlidir. Yüzlərlə mahnısı var. Hamısına qulaq asırsan ayrı-ayrı. Ayrı-ayrı. Şəfiqə xanım da demişkən, hər bir ifaçıya özünə məxsus bir mahnılar bəstələnir. Bəstələnir. Ona görə də indi gənclərimiz də səhnədə çox gözəl o repertuarlarına həmin mahnıları daxil edə bilirlər. Fürsət düşmüşkən onlardan birini indi istəyirdim dəvət edeyim səhnəyə. Gəlin dinləyək. Aylı gece doğma şehir etrafına sal.
Quş ətirli yaza bənzər, yüz nəğməli saza bənzər, qara gözlü qıza bənzər, bizim Bakı gecələri, qara gözlü qıza bənzər, bizim Bakı gecələri, söhbətini şirin şirin, söhbətini şirin şirin, dinlər qoşa gəzələrin, sirdaşıdır gözəllərin, bizim Bakı gecələri, sirdaşıdır gözəllərin, bizim Bakı gecələri, bəzən sakit həyatlıdır, bəzən toylu büsadlıdır. Bəzən sakit həyatlıdır, bəzən toylu büsadlıdır. Göy göyərçin qanadlıdır, bizim Bakı gecələri, bizim Bakı gecələri, bizim Bakı gecələri, 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 Niyaməti müəllim, hər kəs Ələkbər müəllimin mahnıları barəsində de ki, o qəlbi oxşayan gözəl mahnılar, bugün də dinlənən, bugün də sevilən bu ifadələr istifadə olunur. Ələkbər Tağıyevin musiqisi mahnısı deyəndə siz hansı deyək tərifi verə bilərsiniz? Əlbəttə, Ələkbər Tağıyevin mahnıları indi də, gələcəkdə də yaşayan bir nəğmələrdir. Mahnı var ki, gəlir görsən, 1 il, 2 il, 3 il, ondan sonra görsən yoxdur. Amma Ələkbər müəllim mahnıları tarixən yaşayan da özdə çox böyük müğənnilər ifa edib o nəğmələri. Ələkbər Tağıyev mən görməmişdim. Amma Zeynəb xanım o mahnıların oxuyurdu. Sonra Məmməd Bağır onun mahnılarını oxuyurdu. Bu Kubinkada bir günləri təsadüfdən gedirdim. Bir mağazına yaxınlaşanda gördüm bir nəfər mənə dedi ki, sən Niyamətliysən? Dedim, bəli. Dedim, mən Ələkbər Tağıyevim. Deyəndə belə bitər oldum. Çox nüfuzlu adam idi. Dedim, tanıyıram Ələkbər müəllim. Sizin nəğmələri dedi ki, mən ansambla da qulaq asmışam. Çox gözəl ansambıldır dedi. Nəğmələriniz də qulaq asmışam. Xoşuma gəlir. Mənlə əlaqə saxla, sənə mən nəğmələri verəcəm. Dedim, mən çox şad olaram, sevinərəm, sizin nəğmələri ifa eləyərəm. Sondan başla. Bax, belə bir söhbətimiz olub oyuna. Mən də çox şadam ki, yəni o insanla o vaxtı görüşmüşəm, söhbət eləmişəm. Və mahnısına müraciəti, yaradıcılığı necə oldu? Mən müraciət elədim, mən sən müşfiqin yanında qalsana qurban, bunu Zeynəb xanım da oxuyurdu. Mən o mahnıya müraciət elədim. Və o mahnıya bir balaca başlıq verdim. Özümə məxsus, yəni röya ansamblı fərqlidir, yəni ki, estradadır. Ona görə də ona uyğun olaraq mən onu aranjman elədim, ifadə elədim. Çox gözəl də alınıb. İfanızı bir qədər sonra dinləyəcəyik. Amma mən indi istərdim ki, biz ki xatırladıq Məmməd Bağır müəllimin adını çəkdiniz. Fürsət düşmüşkən bir hissəni ondan dinləyək, sonra davam edək.
Yurdum odlar yurdudur, ben güneş nefesliyim. Yurdum odlar yurdudur, ben güneş nefesliyim. Tabiatım belədir, toy bayram hevesliyim. Tabiatım belədir, toy bayram hevesliyim. Ürəyi dost soraklı, süfrəsi qonaqlı. Azerbaycan oğluyam, Azerbaycan oğluyam. Yüreği dost soraklı, süfrəsi qonaqlıyam. Azerbaycan oğluyam, Azerbaycan oğluyam. Göllerin düşüncem deli dağı qarımdı. Kürara coşkun qanım, Xəzər şah damarımdı. Kürara coşkun qanım, Xəzər şah damarımdı. Can dərmanı istəsən, istə ey dostlarımdı. Can dərmanı istəsən, istə ey dostlarımdı. Torpağın bol suyun bol, aranlıyam dağlıyam. Azerbaycan oğluyam, Azerbaycan oğluyam. Yüreğimle kanımla bu torpağa bağlıyam. Azerbaycan oğluyam, Azerbaycan oğluyam. Azerbaycan oğluyam, Azerbaycan oğluyam. Sürpriz qonağımız var və mən böyük məmnuniyyətlə indi onu istirdim studiyaya dəvət edim. Elə Azərbaycan qızı, Respublikanın xalq artisti Nisə Qasımova. Nisə xanım, xoş gəlmişsiniz. Ələkbər müəllimi bugün xatırlayırıq, mahnılarını dinləyirik, zövq alırıq. Hər kəs Ələkbər müəllimlə tanışlığından başladı, danışdılar. İlk dinlədikləri mahnını dedilər. Siz onun bəstələdiyi mahnılardan ən birinci hansını eşitmişdiniz? Mən deyərdim ki, uşaq yaşlarından mərhum Ələkbər müəllimin bütün mahnıları mənim üçün ilk idi, birinci idi. Ne üçün? Çünki hər konsertlərdə, hər verilişlərdə Ələkbər Tağıyev yeni mahnısız çıxış eləmirdi. Yəni onun ifaçıları hər çıxışında yeni mahnı ilə çıxış edirdi. Ona görə hər bir mahnı mənim üçün yeni ilk idi. Və o qədər o bugünə qədər canlıdır, o qədər o bugünləri mahnıları ilə həyəcanlıdır, o qədər o aktualdır ki, istər vətənpərvərlik mövzularında, istər ana haqqında, istər torpaq haqqında, istər sevgi haqqında, istər kürək haqqında, istər Bakı haqqında. O qədər gözəl mahnıları var ki, yəni ona mərhum demək olmur. Keşke Ələkbər müəllim sağ olardı, keşke o sağ olardı. Onun bir gözəl sözü var ki, hər dəfə bizə deyir ki, bir efirə, bir verilişə, bir konsertə 100% hazır olmadan getməm. Tutmuş saçdan ta ayaqqabıya qədər müğənni, ifaçı bir örnəkdir. Danışığı ilə, hərəkəti ilə, səhnə performansı ilə, qabiliyyəti ilə, mədəniyyəti ilə biz örnəyik. Özü bunları elə canlı şəkildə deyirdi ki, hər bir cümlə bizim beynimizə həkk olurdu. Yəni bizə stimul verə-verə, bizi həvəsləndirərək. Yəni onun yoxluğunu hiss edirik. Nisə xanım, hər kəsin burada xatirələri doludur, amma bugün biz Ələkbər müəllim haqqında danışırıqsa, onun musiqilərini mütləq şəkildə də dinləməliyik. Qarşılayın, Azərbaycan televiziyasının solisti, Respublikanın əməkdar artisti Rəşad İlyasov.
sensizim senin yollarına minudum. Son kararım yetme oldu sana nece deyim gitmedim. Gedirsen sen beni yine yalnız koyup bir ben öfşetmek. Gedirsen hasretinle bir ki saçıma düşecekler. İndi hicran zaman ne söyleyeyim sana ben. Gözlerim yollarına dikilecek bugünler. Seni gözleyeceğim. Gelsen de gelmesen de, eğer sen hoşbəxt olsan, bil ki hoşbəxtəm mən də. Eğer sen hoşbəxt olsan, bil ki hoşbəxtəm mən də. Gedirsen gedişinden alır beni keder qüssə qəm. Bilmirəm heç ayrılan sensiz necə dözəcəyəm mən. Başımı mən sökəyərək senin suretinin köksüne, derdimi ben söyleyeceğim senin hayalının eksine. İndi hicran zaman ne söyleyeyim sana ben. Gözlerim yollarına dikilecek bugünler. Seni gözleyeceğim. Gelsen de gelmesen de, eğer sen hoşbəxt olsan, bil ki hoşbəxtəm mən də. Eğer sen hoşbəxt olsan, bil ki hoşbəxtəm mən də. İcazə versəydiniz Dilarə xanım, bu mahnının yaranma tarixçəsini danışardım. Mütləq, bəli. Əvvəla mən bu mahnıya görə deyərdim ki, musiqini sevmişəm, ifaçılıq tərzini sevmişəm. Uşaqlıqdan evimizdə, radio dalğalarında, televiziyada, Azərbaycan televiziyasında indiki kimi ən gözəlləri, ən sayılıb seçilənləri çıxış edirdi. O zaman da belə idi və şükürlər olsun bu tendensiya, bu ənənə indi də davam edir. Talih məni Nisə xanımla tanış elədi. Mən assistent işləyirdim, tanış olduğum Nisə xanımla. Bu mahnıdan söz düşdü. Dedim Nisə xanım, mən bu mahnını çox sevirəm.
Dedi bu mahnını sənin rəhmətli dayın da çox sevirdi, Yavər Eyvazov. Nisa Bəli. xanımın öz rizası ilə, icazəsi ilə oxudum bu Estağfurullah, nə mahnını. demək? Özü də ilk mahnımdır Şəfqə xanım. Yəni mən ondan qabaq instrumentalist kimi artıq başlamışdım. Nisa xanımla fəaliyyət göstərə-göstərə. Amma ifaçı kimi o zaman indi yoxdur da o şirkət Bakı Raks nümayəndəsi gördü məni. Dedilər sən türk musiqisi də oxuyursan. Gəl elə bir albom hazırlayaq, qarışıq olsun. Mən də Tofiq Quliyevdən, Cahangir Cahangirovdan, Ələkbər Tağıyevdən, bir də Telman Hacıyevdən bir repertuar hazırladıq. Bu mahnı sonra bizim Allah can sağlığı versin, Azər Ələkbərov musiqi rejissorumuz var. Əslində başqa mahnı oxumalıydıq, o çətir verilişində. Və dedi ki, qulaq asdı, dedi, yox, mən bunu çəkəcəm. Yaxşı ki, bu mahnını çəkdi Dilarə xanım. Yaxşı ki, bu mahnını çəkdik. yaxşı ki yazıldı, yaxşı ki çəkildi. Bəli, təşəkkürlər. Sizə təşəkkür edirəm. Sağ ol. Çox sağ ol, Rəşad, çox sağ ol. Biz söhbətimizi davam edirik Nisə xanım. 70-ci illər idi də. Ələkbər müəllimlə sizin tanışlığınız 70-ci illərə təsadüf edir. 72-ci il, bəli. 72-ci ildə. Necə oldu, necə baş verdi? Lalə Qızlar ansamblında oxuyurdum. Filarmoniyada məşqdəydik, gəldik Ceyran xanımgilə. Dedilər ki, Ələkbər Tağıyevgildən bizə zəng olub və o sizlə danışmaq istəyir. Ceyran xanımla getdik Ələkbər müəllimgilə. Ələkbər müəllim dedi ki, çox xoşum gəldi, sənin oxuduğun Sədaqətin var mahnısından. Bir də bir başqa mahnı vardı. Mən o mahnıda o dövrə görə, o zamana görə biraz öz oxuma rəngimi qatmışdım mahnıya deyə. O mahnı biraz başqa cür alınmışdı. Yeri gəlmişkən Ağa Səlim müəllim bilir ki, rəhmətlik Baba Salahın ansamblı ilə o mahnını biz səs yazmada lentə yazdırdıq. Çox da maraqlı alınmışdı. Mən ümumiyyətlə lirikanı çox sevirəm və çalışıram ki, lirikalarda biraz yox, bütün qəlbi, ruhiyyəvi lirikaya bağlayasan. Ona görə də mən bu mahnını oxudum və Ələkbər müəllim bəyəndi və məni dəvət elədi. Getdik Ələkbər müəllimgilə. Mən artıq bir ilə qədər idi ki, səhnələrdə fəaliyyət göstərirdim. Bu qədər. Ondan sonrası hamıya bəllidir. Elə yeri düşmüşkən söhbətimizi biraz sonra saxlayaq. Bəlkə bu sədaqətimi biz də dinləyək. Olar. Respublika Xalq Artisti Nisə Qasımova. Ben sevim sen sevmeye, koy belə olsun. Sənə sev demeye ne cüretim var. Ürək özün duyar, özün bilərsən. Mənim sən sədaqətim var. Mən tək sevən halıyam, səni dünyaya başımdan çıxmayır mənim bu sevdam. Ölsəm də açmaram sirrimi
Yaşı tanımırsan Məni hələ sən Yar saldın aşıqı Dildən dilə sən Neyləyim mən belə Sən də eləsən Mənim çox dözümlü məhəbbətim var Mən tək sevən hanım Səni dünyada Başımdan çıxmayan Mənim bu sevədən Ölsəm də açmaram Sirrimi yar Səndən yar Sənə yaylar Şikayətim var Mən tək sevən hanı Səni dünyada Başımdan çıxmayan Mənim bu sevdan Ölsəm də açmaram Sirrimi yadayam Səndən yar Sənə yar Şikayətim var Səndən yar Sənə yar Şikayətim var Səndən yar Sənə yar Şikayətim Bravo. Bravo. Bir məqamı Nisə xanım qeyd eləmək istəyirəm. Siz burada mahnının əvvəlində deyəndə ki, mən buradan bura gələcəm, Fazil mənim çox maraqlı bir xatirə yadına düşdü. Elə istəyirdim onunla davam edeyim ki, siz Nisə xanımla bir yerdə musiqili film çəkmisiniz, bəli. Xatirələrimiz çoxdur. Bu 77-ci ildə Azərbaycan qızıyam istehsal oldu bu film. Yadınızdadır da. Bəli, bəli. Ələkbər müəllimi də mən bu filmdən tanıdım. Yəni o gəldi, burada bu studiyada biz deməli şirkətdə görüşdük. Sonra birinci çəkilişə biz getdik İsmail'e. Getdik orada biz çəkiliş elədik. Fasilələrdə mən başladım Ələkbər müəllimi çəkməyə ki, güllərin içində gezinti. Bəli. Soruşdu nəyə görə, hansı məqsədlə nə? Dedim ki, bu bizə fondda qalsın, ASTV-nin fondunda qalsın, lazım deyirəm. Amma çox yaxşı iş gördü Fazil müəllim. Sözü kəsirəm. Bəli. Ələkbər mənim xoşu gəlmirdi. Şəkil çəkdirsin, paylaşsın, Bəli, göstərsin, bəli. filmlərdə çəkilsin. Bu həmin görüntülər Bəli, Fazil bu müəllimin, görüntülərdə, bəli. Fazil müəllimin öz uğurudur, özünün və öz düşüncələri idi. Çox Allah razı olsun. Yəni orada bəzi şeylər var idi ki, Nisə xanım deyirdi ki, yox, mən buradan gəlməliyəm, bura deyirdi baş üstə. Bilirdim ki, bu doğrudan da vacib bir şeylərə toxunur. Yəni bunda oxumaqdan başqa istedadlar da var. Aktyorluq var, yəni obraz yaratmaq var. Sonra bir dənə də şey çox maraqlı mənim yaddaşımda qalıb. Biz göldə üzürdük lotkada bu yadınızdadır. Bəli, bəli. Nə başımıza gəldi orada? İlanlar var idi, su ilanlar. Deməli mən çəkirəm çəkək. Bir də gördüm ki, bir qışqırıq başladı, ilanlar, su ilanları. Budaqlardan, ağacın budaqlarına sallanmış. Az qala lotka çevriləcəkdi, mən balansı saxlaya bildim. Ümumiyyətlə, çox xatirələr var. Mən o vaxtdan Fazil müəllimi xətrini çox istəyirəm. Niyə görə? Çünki Fazil müəllim Ələkbər Tağıyevi ilk gördüyü gündən, ilk tanış olduğu gündən onun çox qeyri-adi istedada malik olduğunu görmüşdü. Yəni insan kimi, ata kimi, dost kimi, həqiqətən sözün əsl mənasında. Hər onun mahnısı əsərdir. Hər bir mahnısı əsərdir. Fazil müəllim, biz bayaq danışdıq, amma üstündən belə ötəri keçdik, kadrlara baxdıq. Mən xüsusi istəyirdim ki, onu vurğulayaq ki, həmin bu kadrlar rənglənmiş və
bərpa olunmuş kadrlar. Əslində bu belə deyil, bu siz ona yeni həyat vermişsiniz o Bu kadrlara. 77'de Bərpa olmuş. çekilen renkler solmuştu. Solmuşdu. Deyirəm axı nəsəm belə çox Onu gözəl. bizdə indi orijinal. ASTV-də bir təzə bir şöbə açılıb, restavrasiya, bərpa şöbəsi. Orada filmlər, sonra tamaşalar, hamısı oradan keçəndən sonra yenə də ikinci dəfə deməli tamaşaçıların diqqətinə meyilli. Mən istərdim ki, o kadrları bir də bir musiqi sədaları altında bir dinləyək. Sonra söhbətimizi davam edək. Təşəkkür edirəm. Fazil müəllim, çox sağ olun ki, nə yaxşı ki, siz Nisə xanım demişkən, həm o kadrları çəkdiniz, həm onları bərpa elədiniz. Biz bir qədər sonra Azərbaycan Qızıyam filminə də bir daha qayıdacaq. Çünki onun da operatoru siz olmuşsunuz. Amma mən Niyaməddin müəllimdən davam eləmək istəyirəm ki, biraz əvvəl Niyaməddin müəllim ifası barəsində danışdı və dedi ki, əslində hər dəfə Ələkbər Tağıyevin mahnılarına müraciət edəndə sanki ona bir yeni nəfəs verilir də. Niyaməddin müəllim özü də söylədi ki, bir qədər onu müasirləşdirdim biraz əvvəlində, bir də ifa elədiyiniz mahnıda. Evvela mən də bir də vurgulayayım ki, çok güzel her bir sanat adamları onun hakkında öz fikirlerini dedim. Baxmayaraq o not bilmirdi ama güzel muğam bilirdi. Onun istedadı her şeyi həllədi. Tarixən də mahnıları yaşayan, özdəki en nüfuzlu, en güzel muğamlar ifa eləyib. Mən də çox şadam ki, mən də onun bir nəğməsinə müraciət eləmişəm və müasir bir səpkilərlə. Niyaməddin müəllim, onda bir dinləyək də sizi icazə verin, səhnəyə dəvət edək. Respublika Xalq Artisti Niyaməddin Musayev. İstersen bu canımı al yine sana kurban. Sen müşfiğin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban.
toyluğunda xalq sənə qurban Sən müşfiqin yanında qal günah sənə qurban İstəsən bu canımı al günah sənə qurban Sən müşfiqin yanında qal günah sənə qurban İstəsən bu canımı al günah sənə qurban Sən müşfiqin yanında qal günah sənə qurban İstəsən bu canımı al günah sənə qurban Təşəkkür edirik Niyaməddin müəllim. Çox sağ olun. Tək bu mahnı deyil. Ələkbər müəllimin bir çox mahnıları digər ölkələrdə də və qardaş Türkiyədə də dəfələrlə ifa olunub. Ən dinlənilən və sevilən mahnılardan biri də Sən Gəlməz oldun. O mahnı burada da sevilir. Həqiqətən və Türkiyədə də çox dinlənilən və sevilən mahnılardan biridir. İstəyirəm indi bir fraqmentini izləyək. Türkiyədə necə ifa olunur? Sibel Can'ın ifasında. Ondan sonra söhbətimizi davam edək. Biz bu sonbaharda buluşacaktık. Bahar geldi geçti sen gelmez oldun. Biz bu sonbaharda buluşacaktık. Bahar geldi geçti sen gelmez oldun. Taşlara döndü kalbin gelmedin. Aylar geldi geçti sen gelmez oldun. Sen gelmez oldun. Sen gelmez oldun. Sen gelmez oldun. Gözlerim yolda beklerim hala sen gelmez oldun. Yazmaq üçün yanmaq lazımdır, deyir şairdə və o həqiqətən bir çox mahnılar Ələkbər Tağıyevin bəstələdiyi o mahnılar çox böyük bir sarsıntılardan sonra yazılmış mahnı və həqiqətən də ondan sonra o mahnılar ürəyə birbaşa yol tapır. Bu mahnıda çox bir kədərli tarixçəsi var, belə deyirlər də, səhv eləmirəmsə. Mən dəqiq bilmirəm. Bir şey bilirəm ki, Ələkbər müəllim hər şeyi ürəyinə salırdı. Düzdürmü? Şəfiqə xanım da bilir, yəni hamımız bilirsiniz ki, hər şeyi ürəyinə salırdı. Üzdə bildirmirdi. Üzdə bildirmirdi. Üzdə bildirmirdi. Üzdə o çalışırdı ki, hamının kefi yaxşı olsun, hamı gülsün, danışsın. Deyir ki, biz yaradıcı insan ümumiyyətlə göründüyü yerdə, hara olur olsun, məktəb olsun, iş olsun, səhnə olsun, o insanlara pozitivlik bəxş eləməlidir. Onun üçün o mahnıların həm lirikaları çox dərindir, həm oynaq mahnılara çox ürəyə sərinlik verir, qəlbi açır. Baxın, el şənliklərində toylar olsun, tədbirlər olsun. Heç vaxt Ələkbər Tağıyev mahnıları olmadan o gecə o cür keçirilmirdi. Bilirəm ki, onun dərin bir tarixçəsi var. Məsələn, Azərbaycan Qızıya mahnısını yazanda o zamanlar mərhum Validə Hüseynova sağ idi. Bir jurnalda çıxmışdı onun şeirləri. Şeir çox uzun bir şeir idi, amma adı belə idi. Mən bu elin qızıyam. O illərdə Şəfiqə xanım və Kenyan müəllim bilir ki, deməli, haqqımda gəlirdi ki, bu Azərbaycanlı deyil. Bizim də köhnə məhəllədə əsirlikdən sonra Almanlardan xanım vardı. O bir dağlı kişinin həyat yoldaşı idi. Düşdü cəmaatın yadına. Yox, orada Nemeslər yaşayırdı. Onun anası Nemkadır. Baxın, bu hadisəni Ələkbər müəllim artıq eşitmişdi, bilirdi, hara gedirdi. Ailələ, isə anası Rusdu, Ukraynkadır, Nemesdi. Bu Azərbaycanlıya oxşamır da. Mən bu elin qızıyam mahnısını iki tərəfli mahnıda bir taktika oldu. Həm mən oxuyuram ki, mən Azərbaycan qızıyam, yəni nə Nemesdir atamanam, nə Ukraynadır, nə Rus deyil, nə Polakdır. Yəni mən subut elədim. Həm də mən bu elin qızıyam, yəni bu Azərbaycanın qızıyam. O da işte. Bir də bir şeydir, bəlkə Şəfiqə xanım bilir. Bir mahnı vardı, mənim əzizlərim.
Aydan gündən ucalır. Bəli. O mahnı təzə ilin mahnısı idi. Bəli. Onu Zeynəb xanım oxumalı idi yeni il şənliyində. Təzə ilim kimi. Ələkbər müəllim deyib ki, təzə ilim 10-15 gün səslənəcək, bitdi mahnı, getdi gələn ilim. Qoy olsun ay mənim əzizlərim. Bu əzizlərim sözü də Ələkbər müəllimin dəstəxətlidir. Onun dialektindən, onun dilindən çıxan sözdür ki, hamının dillərində ay mənim əzizim, əzizlərim, əzizlərim, bax bu oldu əzizlərim. Əzizlər xanım, bir dəqiqə onlar mən bir Buyurun, sözü buyurun. deyim. Mən çox təəssüf eləyirəm ki, cavanlığımda mən Ələkbər müəllimin mahnılarına çox müraciət eləmişəm. Canlı halda çalmışam səhnədə, amma onu mən lentə yazdırmamışam, düzdür. Bir də mən bunu demək istəyirəm ki, Ələkbər müəllim haqqında bir arada söz dediniz, indi biraz gərginlik yaşadı. Qalmaqallar oldu ki, o diplomlu bəstəkar deyil, nə yazır, nə bilim, belə bir qalmaqallar oldu da, düzdür. Mən o dövrdə belə bir şey eşitdim. Qara Qarayev bəstəkarların yığıncağında Ələkbər müəllimi çox tərif edib. Onun yaradıcılığına müsbət qiymət verib. Qara Qarayev onun haqqında Hətta Tofiq Quliyev belə deyirlər ki, Tofiq Quliyev də deyib, amma mən Qara Qarayevi ən çox eşidirəm. Çünki o vaxtı Qara Qarayev Bəstəkarlar İttifaqının katibi idi. O dövrdə o Ələkbər müəllimin sənətinə böyük qiymət verib. Şairin prologiyanı qutarmağa ehtiyacı yoxdur. Bəli. Onun fitri istedadı var. Muğam gözəl muğamı bilir. Muğam hansı bəstəkar? Muğamı bilirsə daha zəngin, daha gözəl nəğmələr yaza bilər. Hər bir insan gözəl muğamı bilsə, onun istedadı olsa gözəl nəğmələr yaza bilər. Əlbəttə savad lazımdır. Əsərlər yazmaq, böyük simfoniyalar yazmaq. Niyə müəllim? Elə mən ona gəlmək istəyəm, sözü kəsəm, bağışlayın. Ona gəlmək istəyəm. Ölümündən il yarım əvvəl onun operası var idi, yazmışdı opera, hazırlamışdı. Bəlkə eşq üzərində qurulan bir operadır, bilməm. Amma deyirdi ki, deməli, məndə səhnələrin, musiqiləri hamısı hazırdır. Mən onu işləməliyəm. Sonra bir yazıcı ilə, şairlə məsləhətləşib bu operanı ərsəyə çıxarmaq istəyirəm. Bayaq Niyə müəllim dedi ki, o bəstəkar muğamları bilməsə bizim el mahnılarımızı yarada bilməz. Ələkbər müəllim haqqında danışdığımız kəlmələr biraz mənim özümə kəsad gəlir. Çünki o qədər unikal ağla, o qədər böyük istedada malik idi ki, məsələn, bir insan bir stəkan çay içib bitirənə qədər mən gözümün şahid olmuşam. Onun artıq bir mahnısı hazır idi. O mahnılardan biri gözlərinə göz dəyər. İçin çayımızın mahnı hazırdır. Yəni mənim gözümün qabağında çox gözəl mahnılar yazılıb. Xızı dağları olsun, eşkimi sönməyə qoymaram olsun, həkim, çox mahnılar var da, çox mahnılar. Və çox istəyərdim ki, Ələkbər Tağıyev mahnılarına bizim müğənnilərimiz müraciət eləsinlər. Çünki onun mahnıları həm musiqi etibarından, həm də söz birləşmə, vəhdət təşkil etdiyinə görə. Həm də milli ruh var orada. Bəli. O böyük bir dərsdir, böyük bir dərsdir bizim onu da qeyd eləmək gənclərimiz istəyirəm üçün. ki, Ələkbər müəllim ilk olaraq adlara həsr olunmuş. Adlarla məncə Arzu qızı. Arzu qızım, Leylam, ondan sonra Səbinə, çox mahnılar var. Gülarə. Gülarə, ay Gülarə, Göyçəmən də gül ara. Belə gözəl mahnıları var. Nisə xanım, mən istəyirəm Ağasəlim müəllimlə söhbətimizi davam edək. Ağasəlim müəllim də ünsiyyətdə olub, məşqlərdə çox olub. Yəni siz Ələkbər Tağıyevlə nə öyrənmisiniz? Əvvəla çox gözəl bir insan idi. Nisə xanım bilir də, yəni biz neçə illər təxminən. Bərabər çalışmışıq. Məhəmməd Bağır idi. Allah rəhmət eləsin. Bir Nisə xanım idi. Yəni biz bir yerdə məşq eləmişik. El yolunda, sonra Azərbaycan oğluyam. Bəli. Bunlar hamısı, yəni əvvəl mən öyrənirdim, sonra öyrədirdim uşaqlara, ansambla. Sonra da hazır olurdu. Çox insan adam idi, çox insanlıq demək olar ki, onun ən birinci xüsusiyyəti idi. Bəli. Bizim ansambla bir qovuşmuşdu, yəni ondan əl çəkmirdi. Hətta bizim üçün evlərində məşq eləyirdik. Sizə xanım, yadınızdadır da, evlərində məşq eləyirdik. Sonra dedi ki, yox, evdə
yer çox darız qaldı. Burada mümkün deyil də yaxşı-yaxşı məşq eləmək. Mən sizin üçün bir ev alacağım, otaq alacağım. Nizami Kinoteatrının yanında bir dənə bizim üçün otaq aldı, ev aldı. Məşqlərinizi artıq Əsas oldu. ancaq məşq eləmək üçün. Azər müəllim, siz deyirsiniz ki, o zümzümə eləyirdi, biz ifa eləyik. Amma hansısa bir ifaçının bir təklifini deyək də ki, Şəfiqə xanım, siz də misal çünki bu yer belə ifa olunsa daha yaxşı olar. Tövsiyə kimi verirdiniz, yəni o dinləyirdi, yoxsa olurdu? Baxırdı, o musiqinin melodiyanı deyirdi, ya ağzı ilə deyirdi, zümzümə eləyirdi. Özü də həmişə deyirəm də səslə deyirdi. Yəni çalmırdı. İndi biz də götürürük, ya səslə də götürmək o qədər asan deyil. Əlbəttə ki, alət üçün elə şeylər var ki, alətdə o alınmır. Özündən nəsə istəyirsən, orada bir şey eləyəsən ki, yaxşı alınsın. Görürdün ki, xoşuna gəlirdi, deyirdi, hə, belənçini eləyin. Xoşuna gəlirdi. Yəni özünüzdən nəsə eləyirdiniz siz. Bəli. O xırdalıqlar da, Gözəl xırdalıqları var. Xırdalıqlar, yəni hə, xırdalıqları eləyirdin, deyirdi, hə, yaxşıdır, elə də eləyim, belə də çal. Eğer birdən xoşuna gəlməyəndə deyirdi, yox. Kantanı deyirdi, özü deyirdi. Ancaq xırdalıqları özünün də boğazı çox gözəldir. Oxuyurdu, boğazla oxuyurdu. Nisə xanım, sizin Azərbaycan Qızıyam filmindən biraz əvvəl bir söhbət elədik. O maraqlı hadisələrdən də danışdınız. Mən istəyirəm elə bu barədə davam edək, amma Fazil müəllim, gəlin əvvəl bir filmdən bir fraqmenti izləyək də. Əvvəl o filmdən fraqmentə baxaq, sonra söhbətimizi davam edək. Mən bu elin qızıyam, anamdır Azərbaycan. Mən onun sinəsindən süd əmib zaman. Böyüb boyatmışam, saf suları qanımdır. Uca dağı büqarım, torpağı dərmanımdır. Mən bu elin qızıyam, anamdır Azərbaycan. Mən onun sinəsindən süd əmib zaman. Saf suları qanımdır, uca dağı büqarım, torpağı dərmanımdır. Fərhad dağda külümlə surətimi qazıdır, şirin sədaqətimi tarixlərə yazıbdır. Qəribin sənəmiyən, Koroğlunun nigarı, Nəbiyyə həcər olub dolanmışam dağların. Demirəm bir dənəyəm, gözəlliyi ulduzuyam. Hər elin öz övladı, Azərbaycan qızıyam. Demirəm bir dənəyəm, gözəlliyi ulduzuyam. Hər elin öz övladı, Azərbaycan qızıyam. Yadınızdadır yəqin ki, çəkiliş meydançasında kadr arxasında qalan biraz əvvəl danışırdınız ki, qayıqda ilanlar sizə mane olurdu. Burada mane olur. Yox, burada hər şeyi, məsələn, bizim filmin ssenari müəllifi Hafiz Baxış idi. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Rejissor Nurəddin Tağıyev idi. Bir də Nisə Qasımov. O da rəhmət. Nurəddin rəhmətə getdi, Allah rəhmət eləsin. Ona görə biz çəkiliş zamanı çox vaxt Nisə xanıma qulaq asırdıq. Çünki Nisə xanım çox yaxşı yerində postanovka verirdi ki, bax, buradan mən geçsəm, düzdür, qəbul edirdik. Bizim görkəmli şairimiz Nəriman müəllim, Nəriman Həsənzadə. Allah ona can sağlığı versin. O da öz xatirələrini bizimlə bölüşür. İstirdim, gəlin bir dinləyək, ondan sonra söhbətimizə davam edək. Bugün Ələkbər Tağıyevi xatırlayırıq. Böyük bəstəkari, Allah rəhmət eləsin. Ələkbər müəllim mən Gəncədən tanıyırdım. Orada nədən olmuşdu. Çox gənc yaşlarından bu sənətə bağlı idi. Mən Ələkbər müəllim haqqında bir dəfə Bəstəkarlar İttifaqında mən böyük mübahisəyə girişdim. Bu qədər onun mahnısı olan bir insanı onu Bəstəkarlar İttifaqına qəbul eləmədilər. Dedilər, o başqa sahənin işçisidir. Mən bunu elə biləm, ədalətsiz hesab edirəm. Ələkbər müəllimin nə qədər mahnıları var, nə qədər nəğmələri var. Bu doğulmuşdu nəğmələr üçün. Bu böyük bəstəkarın əsərlərini əvvəlcə Zeynəb xanım ifa edirdi.
Ondan sonra Nisa xanım davam elətdirdi. Ələkbər müəllim çox şən adam idi. Danışırdı, gülürdü, zarafat edirdi. Mənim yadımdadır. Ələkbər müəllimin mahnıları çox oynaq idi. Çox şirin mahnıları var idi. O saat dillər əzbəri olurdu. Ələkbər müəllim buna görə sevinirdi. Sevilirdi. Bugün də sevilir. Bugün də Ələkbər müəllimlə çox maraqlıdır ki, bəstəkar kimi danışırlar. Mən də bəstəkar kimi danışıram. Nisa xanım, onun oğlu səhv eləmirəmsə, müsahibələrin birində söyləmişdi ki, atamın hələ nota köçürülməmiş çox melodiyaları var. Həddən artıq çox melodiyaları. O melodiyaları rəhmətin sağlığında Ələkbər müəllim yığırdı, yazırdı. Mən də yadıma gəlir ki, bir diplomat sumkası vardı onun. 3 sıra 90 dəqiqəlik audio kasetləri hamısı dolu, ifa olunmamış musiqilər. Sadəcə o dünyasını deyişəndən sonra mən dedim ki, mən Ələkbər müəllimin səsini eşidə bilmərəm. Hər audio kasetdə bəlkə bir yalan olmasın, bir 5 mahnı var idi. Onlar oxunmayıb. Çünki o özü oxuyurdu, sözləri qabağında oxuyurdu, yazdı, qoydu bir qara. O birisi mahnı, o yazılan mahnılar hamısı qalıb. Mən necə ona qulaq asım, necə onu eşidim, o mənim üçün böyük travma ola bilərdi ki, onu verim musiqiçilərə, onu aranjman eləsinlər. Deməli, bu yaxınlarda belə bir fikrə gəldim ki, bəlkə kimsə qulaq assın, onu müşahidə eləsin, mən eşidim. Ondan sonra bilirəm də sözləri var, ondan sonra musiqi var. Onları yeni mahnı kimi ortalığa çıxarmaq olar. Çox çətindir, çox. Çünki, bax, inanın ki, o meşəyə, dağa, hər yerə baxırsa, əgər Fazil çəkirsə, onun ürəyi sıxılırdı ki, tez çəkiliş bitsin, bir musiqi var beynində, onu mütləq yazırdı. Rayondan gəlirdik, o Qəşəngdir mahnısı necə yarandı. Maşında onun diktafonu vardı. Ki yazsın da yolda bir musiqi gələndə beyninə oraya yazsın, mikrofonu vardı. O xarab oldu. Dedi ki, yata saxlayarsan, cəmləyi, bir dənə musiqi deyim. Biz Bakıya qaydırıq. Başladı. Danaytam, dananaram, oranaytam, dananaytam. Mən bu oxuduca gözlərim çıxıb kəlləməm. Rayondan qaydırıq Bakıya, mən bunu necə yata saxlayacağım, gələ yatmayayım, çörək yeməyim. Bütün yol boyu. Baxır gülür. Ay Allah, ürəyim partlaxı. Mənim üçün bu hələ bir qaranlıq meşədə. Sözləri yox idi. Heç də bu musiqi gəlib beyninə. Çatdıq Bakıya çatan kimi tez gəldi, açdı qapını, daraydan, qoşdu magnetofon, daranaram, danaydan, darararam, tay, 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 dararam. Bilsən bu nədir? Necə Azərbaycanımızın gözəl meşələri var, dağları var, o çiçəklər, o lalələr, o güllər. Nə Allaha and olsun. Necə gözəldir Azərbaycan, necə qəşəngdir Azərbaycan dedi və davam edir. Çağırdı Hafiz müəllim, Hafiz müəllim gəldi. Hafiz bir dənə qəşəngdir deyir. Bizim Azərbaycan qəşəngdir. Hafiz müəllim də hazırdır. Ələkbər müəllimin komandasına hazır idi. Bax, o qəşəngdir elə yarandı, yolda. Elvan giyip açılıp gülleri, elvan giyip açılıp gülleri, çiçeklerin sinen üstte qəşəngdir, lale dağda, reyhan düzdə qəşəngdir. Çiçeklerin sinen üstte qəşəngdir, lale dağda, reyhan düzdə qəşəngdir. Qəşəngdir, 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 qəşəngdir. Lale dağda, reyhan
düzdə qəşəngdir. Mən təşəkkür edirəm hər birinizə və bizim verilişin sonunda bir ənənəsi var. Hər kəs bir suala bir cümlə ilə cavab verməyə çalışır. Mən bilirəm çox çətindir. Ələkbər Tağıyev deyəndə ilk ağlınıza gələn bir mahnının adını çəkəsiniz. Fazil müəllim, sizdən başlayaq. Mənim xoşuma gələn mahnı Sən Gəlməz. Bu mahnını mən evdə işdən gələndən sonra da özüm zümzümə eləyib o yorğunluğumu çıxarda bilirəm. Mahnı mənə çox təsir edir. Təşəkkür edirəm. Şəfiqə xanım. Bütün mahnıları çox istəyirəm onun. Bütün mahnılarını mən deyə bilmirəm ki, hansı mahnıları. Daha ayıra bilmirəm heç cürə. Çünki biri-birindən gözəl, biri-birindən fərqli. Mən də Şəfiqə xanımın sözlərinə qüvvət verirəm, sözlərinə qoşuluram. Onun bütün mahnıları gözəldir. Həqiqətən də gözəldir. Elə bilgilən ki, xalq mahnılarıdır. Ancaq onun bir mahnısını mən radyomuzun fonduna yazdırmışam. Qonşu qız. İlk mahnısı. İlk mahnısı. Niyaməti mənim. Çok güzel vururlar. Sənət adamları, Ələkbər müəllim mahnıları ölməz mahnılardır. Tarixən yaşayan mahnılar. Mən istərdim ki, müğənnilər müraciət eləsinlər o mahnılara. Bayağı mahnılar ifa eləməsinlər. Gözəl nəğmələrə müraciət eləsinlər. Təşəkkür ederim. Nisə xanım. Mənim üçün Ələkbər Tağıyev yaşayır. Yenə mahnılar bəstələyir. Oxuduğum hər hansı bir başqa bir bəstəkarın mahnıları varsa, o mahnılarda mütləq Ələkbər Tağıyev var. Onun məktəbi var. Bu bəlli bir şeydir. Yəni, mənim üçün Ələkbər Tağıyev yaşayır, yaşayacaq və Niyaməddin müəllimin dediyi kimi qoy gənclər onun musiqiləri kimi musiqiləri yazsınlar və o cür mahnılar oxusunlar. Təşəkkür edirəm, çox sağ olun. Nisə xanım, biz elə Ələkbər müəllimin ruhunu, onun mahnılarını, onun ürəyini deyək, belə istəyirik ki, səhnədə elə sonda da yaşadasınız, ona görə sizi səhnəyə dəvət edirik. Bugünlük isə bu qədər. Əziz tamaşaçılar, görüş yerindəydiniz. Gələn həftə görüşmə ümidi ilə deyirik. Sağ olun.